Başladı mı videomuz? Aha, başladı. Ses var. Görüntü var. Belə. Xəritəni görsən Yaqut. Deməli, Bəli, bu günlərim deməli iş başlayıb boğazlardan sonra körfəzlər qısadır. Körfəzlərlə də bitirərik. Deməli biz boğazlar haqqında danışanda bilirsən ki, boğazlar iki su sahəsini birləşdirib iki qurunu bir-birindən ayıran deməli okeanın bir parçasıdır. Belə ifadə edək fikrimizi. Deməli, biz ilk olaraq dünyanın ən uzun və ən enli boğazlarını qeyd etməklə fikrimizə davam edirik. Deməli, dünyanın ən uzun boğazı hansıdır? Mozambik boğazı. Bəli, ən uzun boğazı Mozambikdir. Burada biz ən enlini göstərək elə böyütmüşlər. Düz deyirsən. Ən uzun boğazı Mozambikdir, bəli. Deməli, biz ən enlidən başlayaq, sonra keçərik ən uzuna. Ən enli boğazı bilirsən ki, Drake boğazıdır. Gördüyün bu təsvirdə, biraz bu xəttimizi qalınlaşdıraq. Deməli, gördüyün bu hissədə bizim deməli Drake boğazı qarşılayır ki, bax gördüyün bu Drake boğazıdır. Drake boğazı öz növbəsində Cənubi Amerika ilə Antarktida yarımadasını, daha doğrusu belə deyək, Cənubi Amerika ilə Antarktidanı bir-birindən ayırır. Öz növbəsində deməli, öz növbəsində isə gördüyüm bu türklərin istifadə elədiyi xəritədir. Bu deməli, türklər buranı Cənubi Atlantik Okeanı adlandırırlar bu hissəsini. Şimal hissəsini isə Şimali Atlantik Okeanı deyə adlandırırlar. Ümumiyyətlə biz deyəcəyik ki, bu hissədən Atlantik Okeanı, digər tərəfdən isə burada hansı okean yerləşir? Sakit okean. Bəli, Sakit Okeanı qeyd edəcəyik ki, biz nə eləyir? Belə buradan da qeyd edək. Sakit. Yəni Sakit Okeanı bir-birindən birləşdirir. Deməli, iki okeanı Atlantik və Sakitə ayırdı. Eyni zamanda, belə üzr istəyirəm, Atlantik və Sakiti birləşdirdi. Cənubi Amerika ilə isə Antarktidanı birləşdirmiş. Belə Cənubi Amerika ilə Antarktidanı ayırdı. Sakit Okeanla Atlantik Okeanı isə bir-biri ilə birləşdirdi. Öz növbəsində bilirsən ki, buradan 1519-22-ci illərdə kim səyahət edəndə buradan keçib? Magellan. Magellan. Magellan o səfəri özü başa çatdıra bildimi? Hayır. Aha, kim başa çatdırdı? Elcano. Sebastian Elcano. İndi davam edirik ikinci dünyanın en enli boğazı ilə. Dünyanın en enli boğazı isə bildiyimiz kimi bizim Mozambik boğazı qarşılayacaq ki, bu dünyanın ən enli boğazı hesab edilir ki, Mozambik boğazı. Onun haqqında da danışmasaq olmaz. Mozambik boğazı deməli Afrika materiki ilə Madagaskar adasını bir-birindən ayırır. Öz növbəsində isə deməli Hind okeanını belə deyək Hind okeanının ayrı-ayrı hissələrini bir-biri ilə neyləmiş olacaq? Deməli, birləşdirmiş olacaq və bu fikri tamamlasaq deməli, bizim üçün doğru olar. Və yaxud digər adı ilə desək ki, Cənubi və Şərqi Afrika sahillərində bir-biri ilə birləşdirir. Bu belə. Ən enli və ən uzunu qeyd etdiksə, keçək indi digər boğazlarımıza. Bizim mühüm boğazlarımızdan biri də deməli Bering boğazı olacaq ki, Bering boğazının deməli qeyd edəcəyik ki, bizim Bering boğazı öz növbəsində, gəl bu bir tərəfdən biz göstərək, eyni şeydir. Deməli Bering boğazı qeyd edəcəyik ki, öz növbəsində bir qədər böyüdək. Böyütdük, əla. Çəkək sola. Bir qədər də aşağı düşsək. Biraz da genişləndirsək. Aha, bu bizim Bering boğazıdır. Bax, gördüyün bu hissədə olan boğaz Bering boğazı adlanır. Bering boğazı öz növbəsində, yəni Amerikanın bu Alyaska deməli yarımadasını, eyni zamanda Alyaska ştatını, o cümlədən deməli Rusiyanın Kamçatka yarımadası olan hissədən nə edir? Bir-birindən deməli ayırmış olur. Daha doğrusu Kamçatka bir qədər cənuba edir. Gördüyün bu kiçik deməli Skot yarımadasıdır ki, bax Skot yarımadası ilə Alyaska yarımadasını bir-birindən ayırır. Yəni bilmək lazımdır ki, Bering boğazı Şimali Amerika ilə deməli Avrasiyanı bir-birindən ayırır. Eyni zamanda qeyd edəcəyik ki, Bering boğazı haqqında Sakit və Şimal buzlu okeanlarını isə bir-biri ilə
və yaxud digər adı ilə burada türklər Çuki yazıblar. Çukot dənizi ilə Bering dənizini birləşdirir. Amma ümumi şəkildə biz bunu götürürük ki, iki dənə okeanı birləşdirən boğaz kimi. Yəni Şimal Buzlu okeanı ilə Atlantik okeanını birləşdirən boğazımızdır. Sonra növbəti olaraq biz davam edəcəyik. Deməli, Bering boğazını qeyd etdiksə, keçək növbəti bizim boğazımız olan öz növbəsində Tatar boğazı ilə davam edəcəyik. İndi Tatar boğazı nədir? Onu göstərəcəm sənə. Bax, gördüyün bu Tatar boğazı, bu kiçik ərazidə olan boğaz Tatar boğazı adlanır. Və bu Tatar boğazı Saxalin adası ilə Avrasiyanı bir-birindən ayırır. Öz növbəsində isə Oxot dənizi ilə Yapon dənizini birləşdirir. Aydın oldu? Oxot dənizini Yapon dənizini birləşdirir. Sonra elə buradakı boğazlarla davam edək. Sonra siyaha üzrə gedərik. Ardıcıl davam edək ki, daha yadda qalan olsun. Sonra bizim burada Laperuz boğazımız var. Laperuz boğazı isə Saxalin adası ilə Hokkaido adalarını bir-birindən ayırır. Deməli, Tatar Avrasiya ilə Saxalini, Laperuz isə Saxalindən Hokkaidonu bir-birindən ayırdı. Burada bizim digər bir deməli boğazımız var ki, bu boğaz adlanır, deməli, Kunaşir. Kunaşir boğazı adlanır ki, bax, Kunaşir boğazı deməli, Kuril adaları ilə Hokkaidonu bir-birindən ayırır. Gördüyün bu hissə Kuril adalarıdır. Gördüyün bu kiçik adalar Kuril adaları hesab olunur. Bax, adı da yazılır Kuril adaları. Kuril adaları ilə Hokkaidonu bir-birindən Kunaşir boğazı ayırır. Yadda qalarmı? Yəqin ki, qalar. Bax, indi saat əqrəbi istiqamətində buradan gələndə, deməli, Tatar Saxalinlə Avrasiyanı, Laperuz Saxalinlə Hokkaidonu, Kuril isə öz növbəsində, belə, Kunaşir isə öz növbəsində Kuril ilə Hokkaidonu bir-birindən neynədir? Qeyd edəcək ki, Hokkaidonu bir-birindən ayırdı. Aydın oldu? Yadda qalar. Bəli. Təşəkkür. Yaxşı. Deməli, Laperuzu da qeyd elədiksə, Kunaşiri də qeyd elədik. Aha, indi biz deməli, cənub hissədə biz Koreya boğazını görürük. Türklər buna Kore boğazı deyir. Koreya boğazı isə Yapon dənizi ilə belə deyək, Koreya boğazı, Yapon dənizi ilə Şərqi Çin dənizini, burada Sarı dəniz də var, Sarı dənizə aid etmirik. Yapon dənizi ilə Şərqi Çin dənizini bir-birinə bağlayır. Öz növbəsində isə Yapon adaları ilə Koreya yarımadasını bir-birindən ayırır. Hətta qalar. Bu da belə. Bu da Koreya boğazı. Koreya boğazı deməli Koreya yarımadası ilə Yapon adalarını bir-birindən ayırdı. Dərsin sonunda bunların hamısını sual-cavab eləyəcəm. Diqqətli olana görə də. Sonra biz davam edəcəyik. Deməli, La-Manş boğazı ilə. Deməli, La-Manş olduqca məşhur boğazdır. İmtahanlarda da qarşılaşa bilərsən. Deməli, La-Manş haqqında danışaq biz. Deməli, La-Manş boğazı gördüyüm bu hissədədir. La-Manş boğazı. Türklər buna deməli, burada bunu Dover boğazı kimi də qeyd ediblər. Deməli, bax, bu gördüyüm bu hissədə, yəni Fransa ilə deməli, İngiltərə sahilləri arasında bir boğaz yerləşir ki, bu La-Manş boğazı adlanır və La-Manş boğazı İngiltərə ilə dediyim kimi Fransanı bir-birindən ayırır. Bu boğazların altından da məşhur La-Manş tuneli çəkilib ki, sualtı tuneldir. Onun vasitəsilə biz Fransa sahillərindən, bax, gördüyüm burada Paris yazılıb, Fransa sahillərindən London burada. İngiltərə sahillərini isə Fransa sahillərinə doğru sualtı tunel vasitəsilə keçə bilirik. Bir hissədə bu Pas-de-Calais də adlanır. Davamı isə La-Manş adlanır. Əsasən La-Manş adı ilə daha çox yadda qalan olduğunu nə etməliyik biz? Qeyd eləməliyik. Sonra bizim bu hissədə, deməli, bax, gördüyüm bu hissədə Katteqarla Skagerka boğazlarımız var ki, biz indi sənlə onun haqqında danışacağıq. Hər ikisi Skandinaviya yarımadası ilə
Skandinaviya adası ilə, üzr istəyirəm, yarımadası ilə Jutlandiya yarımadasını bir-birindən ayırır. İndi sual verərsə ki, mənim Jutlandiya hansıdır, Skandinaviya hansıdır? Skandinaviya bəlli məsələdir. Bilirsən ki, bax bu Skandinaviyadır. Bax elə üstündə Skandinaviya dağları da yazılıb. Dəfələrlə keçmişik. Bir də var bizim Jutlandiya yarımadası. Jutlandiya yarımadası bax gördüyün bu yarımadadır. Danimarkanın yerləşdiyi yarımadadır. Bir hissədə cənub hissədən Almaniyanın da ərazisi var. Və Danimarka dünyada yeganə ölkədir ki, özü yarımadada, paytaxtı isə Zelandiya adasında yerləşir. Bax gördüyün bu adada isə Zelandiya adasıdır. Bir qədər onu fərqli rəngdə göstərim ki, sənin yadında qalsın. Bax, bu paytaxtı olan hissə isə Zelandiya adası adlanır. Özü yarımadada, paytaxtı Kopenhagen isə Zelandiya adasındadır. Bax, təsvirdə də bunu aydın şəkildə görmək olur. Bax, Kopenhagen buradadır, görürsən, amma Danimarka bu hissədə yerləşir. Aha, deməli, burada da bizim Skagerka ilə Kattegar boğazı var, yadda saxla. Bax, bu hissədə Skagerkadır. Üzr istəyirəm, bu hissədə Kattegardır, biraz şimalda. Ondan biraz cənubda isə Skagerka boğazı neynəməkdədir? Yerləşməkdədir. Ondan sonra biz qeyd edəcəyik ki, Skagerka Kattegarı dedik. Başqa burada hansı boğazı deməliyik. Bir də ki, Eresun Zund boğazı var. Bax, türklər bunu Sund boğazı kimi qeyd ediblər bu hissədə. Bax, gördüyün bu hissədə Sund boğazı kimi qeyd ediblər. Bu Zund boğazıdır, Eresun boğazı. Bu da ki, Zelandiya adası ilə Skandinaviya arasında yerləşir. Var Zelandiya ilə Jutlandiya arasında, hər iki yarımada arasında. Bir də var Zelandiya ilə Skandinaviya arasında olan, o da Zund Eresun boğazıdır ki, bu boğaz Zelandiya ilə deməli, Skandinaviya yarımadaları arasında yerləşir. Sonra bu danışmışkən bir dənə də Baltik dənizindəki boğazlara da baxaq biz. Baltik dənizindəki boğazlara deyək, bir də diqqət edək. Bir də bunların hamısı yadında saxlayırsan ki, Şimal dənizi ilə, bax, Kuzey dənizi yazıb. Baltik dənizini birləşdirir. Skagerka, Kattegat, istər də şey olsun, Skagerkadır, Kattegatdır, bir də Zunddur, Eresun. Bunlar hər üçü Baltik dənizi ilə Şimal dənizini birləşdirir. Bir də bizim burada bir neçə körfəzimiz var. Məsələn, bax, bu hissədə 3 dənə körfəz var, məşhur körfəzlərdir, imtahanda qarşılaşa bilərsən. Deməli, bu hissədə bizim Botnik körfəzi var. Bax, bu gördüyün bu hissədə Botnik körfəzi var. Botnik. Sonra gördüyün bu hissədə qarşılaşarsan Finlandiya boğazı. Biz buna Azərbaycan ədəbiyyatında Fin boğazı deyə ad vermişik ki, bu Fin boğazıdır. Bax, bu Fin boğazıdır. Sonra burada da bax, Riga şəhərinin gördüyün bu hissədə Riga boğazı yerləşir. Buna Fin deyirik qısaca. Bir dəqiqə qeyd edeyim üzərindən. Bax, gördüyün bu boğaza biz Fin boğazı deyirik. Finlandiya hissəsində Findir. Aşağıda Riga'nın şimalında isə, Riga şəhərinin şimalında isə biz deməli Litvanın Riga şəhəri, yəni paytaxtı Riga şəhərinin şərəfinə adlandırılmış kimi də yadda saxlaya bilərik. Bu hissədə Riga boğazı yerləşir. Deməli, şimalda Botnik, ondan biraz cənubda Fin, ondan daha cənubda Riga boğazı, Riga, üzr istəyirəm. Deməli, biz, üzr istəyirəm, göstərdiyim körfəzdir. Fikrim getdi. Bəs niyə demirsən, müəllim, bu nəyi birləşdirir, nəyə ayırır? Bu Botnik körfəzidir. Bu körfəzləri də keçəcəm indisə. Botnik körfəzidir, bu Fin körfəzidir, bu da Riga körfəzidir. Yaxşı, körfəzləri hələlik yadında saxla. Boğaz olaraq isə biz burada deməli qeyd etdik ki, Kattegar, Skagerka, bir də Zund. Yadda qaldı. Bir də cənubda Fransa ilə İngiltərə arasında La Manşı qeyd elədik ki, La Manşı qeyd etmək lazımdır. Daha sonra biz deməli növbəti olaraq danışaq biraz da Malaqqadan. Deməli Malaqqadan danışaq biz. Bax, gördüyün bu hissədə bizim bu hissədə nə qarşılayacaq? Malaqqa qarşılayacaq ki, biz Malaqqadan danışmalıyıq. Deməli, bax, gördüyün bu boğaz, deməli Malaqqa boğazıdır. Malaqqa boğazı, bax, gördüyün bu boğaz Malaqqa boğazıdır. Malaqqa yarımadası ilə qeyd edəcək ki, Sumatra adasını, bax, gördüyün bu ada Sumatra adasıdır. Malaqqa yarımadası ilə Sumatra adasını bir-birindən Malaqqa boğazı ayırır. Malaqqa boğazı da qeyd etməliyik, Sakit və Hind okeanlarını bir-birinə birləşdirir. Deməli, Sakit və Hind okeanlarını birləşdirir. Malaqqa və deməli, Sumatra adalarını bir-birindən ayırır. Sonra biz qeyd edəcəyik ki, ardınca deməli, bu boğazlar haqqında danışarkən, deməli, Zond boğazını qeyd edəcəyik ki, bax, gördüyün kimi bu Zond boğazına Sunda, yəni digər adı Sundadır. Türklər bunu Sunda kimi qeyd ediblər. Zond boğazı isə, yəni gördüyün bax, bu isə Yava adası ilə, deməli,
qeyd edəcəyik ki, Sumatra adasını bir-birindən ayırır. Öz növbəsində o da Malakka kimi Hind okeanı ilə Sakit okeanı bir-birinə bağlamış olur. Yadda qalarmı? Aha, lap yaxşı, əla. Sonra biz buradan danışmışkən biraz da cənub hissəyə baxaq, sonra cədvəl üzrə onsuz davam edəcəyik. Prosta bunları ardıcıl istəyirəm yadında qalsın. Cədvəldən baxacağıq, görək nəsə yadımızdan çıxmadı. Bir də var Torres boğazı. Bax, keçən dəfə imtahanda yox, testdə mənə soruşdu ki, müəllim, Torres boğazı. Bax, bu Torres boğazı gördüyün kimi, deməli, Cape York yarımadası ilə Papua Yeni Qvineyanı bir-birindən ayırır. Papua Yeni Qvineya həm adadır, deməli, bax, buradan bu hissəyə düşür, indi keçəcək dünyanın iqtisadi coğrafiyasını. Buradan bu tərəfə düşür Indoneziyanın ərazisində. Qalan ərazi Papua Yeni Qvineyanın ərazisidir. Papua Yeni Qvineya həm də adanın adıdır. Bax, bu da Cape York yarımadasıdır. Bu birisi də Armland yarımadasıdır. Ayrı-ayrı yarımadalardır. Bu Cape York yarımadası ilə Papua Yeni Qvineya bir-birindən Torres boğazı ayırır. Torres boğazı da öz növbəsində, deməli, biz Torres boğazı haqqında deyəcəyik ki, Arafur dənizi ilə bir də saniyə, Sakit okeanla Hind okeanı birləşdirməyini deyirik. Amma daha dəqiq desək, Mərcan dənizi ilə Arafur dənizini birləşdirir ifadəsində desək, yanlış olmaz. Amma bu da eyni növbəsidir. Çünki Arafur Hind okeanının dənizidir. Mərcan isə Sakit okeanının dənizidir. Ona görə də bunlar Sakit okeanla Hind okeanını bağlayan boğazlar sırasına aid edə bilərik. Deməli, Sakit okeanla Hind okeanını 3 dənə boğazı bağlayır. Malakka, Zond, Torres və dördüncüsü də var. Dördüncüsü haqqında danışarkən biz qeyd edəcəyik ki, dördüncüsü bizim Bas boğazımızdır. Bas boğazı, gördüyüm boğaz Bas boğazı adlanır. Bas boğazı Tasman dənizi ilə eyni növbəsində Hind okeanını bağlayır. Amma biz bunu da Hind okeanı ilə Hind okeanı ilə Sakit okeanı bir-birinə bağlayan boğaz kimi qeyd edəcəyik. Dördüncü boğaz kimi eyni növbədə görürsən ki, bu Bas boğazı Tasman adası ilə Avstraliya materikini bir-birindən ayırır. Yəni, Tasmaniya və Avstraliyanı bir-birindən Bas boğazı ayırır və onun yanında da Tasman dənizi var. İndi dənizlərin növbəti dərsimizdə biz geniş şəkildə dənizlər, adalar, ardıcıl şəkildə bu şəkildə baxacağıq. Və bu qədər cənuba gəlmişkən biz buradan, deməli, Cooku da qeyd etməsək olmaz. Deməli, Cook boğazı var. James Cook'un şərəfi nədir? Bilirsən də, Yeni Zelandiyanın kəşfi, Havay adalarının kəşfi James Cook'un adı ilə bağlıdır. Və James Cook, Yeni Zelandiyanın 2 adası Şimal və Cənub adalarını bir-birindən ayıran boğaz Cook boğazı adlanır ki, bax, bu Cook boğazı həmən Cook'un adı ilə yadda saxlaya bilərsən. Cook boğazı da burada yerləşir. Cook boğazı Tasman dənizi ilə qeyd edək ki, Sakit okeanın, yəni bir-biri ilə neyir? Əlaqələndirdiyini qeyd etməliyik. Bu da belə. Bu qədər cənuba gəlmişkən, bu boğazları da qeyd etdik. İndi növbəti deməli, boğazlardan biz hansıları qeyd etməmişik, keçək o hissəyə. Biraz da Avropadan baxaq. Sonra yenə deyirəm, təkrar edirəm. Ümumi şəkildə bir də baxacaq təkrar, görək nələr yadımızdan çıxmayıb. Deməli, Avropaya biz baxarkən, burada Avropa ilə Asiyanın sərhədində yerləşən bəzi boğazlar var ki, biz onları vacibdir ki, bilək. Bax, burada, bax bu hissədə bizim Kerç boğazı yerləşir ki, Kerç boğazı Azov dənizi ilə Qara dənizi bir-birinə bağlayır. Bax, Kerç boğazıdır bu. Kerç. Bu Kerçdir. Kerçdən bir dənə yaşıl çəkirəm. Avropa ilə Asiyanın sərhədində yerləşir bunlar. Yaşıl çəkməyim, başqa rəng çəkim ki, biz seçə bilək. Aha, biz də buradan bura kimi gəldik. Bax, burada gəldik İstanbul şəhərinin həm sağ, həm sol sahili. Bilirsən də, İstanbul həm Türkiyədə, həm də bu birisi istiqamətdə. Yəni, həm qeyd edəcək ki, Türkiyə Kiçik Asiya yarımadasında, həm də Balkan yarımadasında müəyyən bir sahəyə malikdir. Deməli, biz burada danışırıq sənlə. Deməli, burada Kerç boğazından danışdıq. Ardınca biz gələcəyik, danışacağıq səndən. Bu hissədə Bosfor boğazından danışacağıq ki, Qara və Mərmərə dənizlərini bir-birinə bağlayan Bosfor boğazı Avropa və Asiyanın sərhədində yerləşir. Bu hissədə də yerləşir bizim Bosfor boğazı. Ardınca biz davam edib bu hissəyə gələndə, bax bu hissəyə çatanda isə burada da qeyd edəcəyik ki, Dardanel boğazı yerləşir. Deməli, Kerç, Bosfor, Dardanel. Ya da ki, yadında qalırsa belə deyəcək. Kerç, KBD. Yəni, KBD də nədir? Kerç, Bosfor, Dardanel. Ardıcıllıqları bu istiqamətdədir. Deməli, Kerç, Bosfor, bir də Dardanel boğazlarını qeyd elədik ki,
bu boğazlardan keçmiş oluruq Avropa Asiya sərhədində. Kerç Azov dənizi ilə Qara dəniz, Bosfor Qara dənizlə Mərmərə dənizi, Dardanel Mərmərə dənizi ilə Ecey dənizini bir-birinə bağlayır. Və Dardanel də öz növbəsində burada qeyd edilir ki, öz növbəsində Avropa və Asiyanın sərhəddində nedir? Yerləşir. Ardınca burada Kerç boğazı haqqında biz Krım yarımadası ilə Taman yarımadasını bir-birindən ayıran sərhəd kimi də adlandırırıq. Və bir də Taman yarımadası deyirik axı biz Böyük Qafqaz dağları başlayır bizdə Taman yarımadasından sualtı silsilələrlə Türkmənistana qədər davam edir. Bax həmin Taman yarımadası budur. Yadda qalar Azov dənizinin sahillərindədir. Aha. Sonra biz davam edirik ardınca. Deməli gəldik bura çıxdıq Aralıq dənizinə. Deməli Aralıq dənizinə çıxdıqsa, bax məşhur Süveyş kanalı bu hissədə yerləşir. Yəni biz gördüyün bu Aralıq dənizindən Qırmızı dənizə keçmək istəsək, biz Süveyş kanalından keçməliyik. Yəni bu hissədə. Sonra biz bəzi burada boğazlar var ki, onlara diqqət etməliyik. Cəbəli Tariq istiqamətində hərəkət edirik. Deyim yadında qalsın. Deməli, burada bəzi boğazlar var ki, biz onlara diqqət etməliyik. Deməli, biz əgər bu istiqamətdən gəlib, biz deməli Siciliya adası və Apelin yarımadasının arasından keçmək istəsək, Messina boğazından keçərik. Messina. Boğazın adı Messina boğazıdır. Amma əgər biz Siciliyadan keçib baş ağrısına düşməyib bu bir istiqamətdən, yəni Siciliya ilə Afrikanı bir-birindən ayıran hissədən keçmək istəsək, onda elə Siciliyanın öz adında olan Siciliya boğazından keçmiş olaraq. Məsələn, bir qədər də macəra axtarsaq biz, gəlsək burada Sardiniya ilə Korsikanın arasından keçmək istəsək, Bonafizzo boğazından keçərik. Bonafizzo. Hər bir halda gəlib, biz Aralıq dənizindən Atlantik okeanına çıxmaq istəsək, yalnız bir çıxış yolumuz var, o da Cəbəli Tariq boğazındandır. Deməli, biz Azov dənizindən səyahətə başladıq. Əvvəlcə Kerç, daha sonra Bosfor, ardınca Dardanel, daha sonra biz gəlsək, əgər Siciliya ilə Apelin arasından keçmək istəsək, Messina boğazı, Apelinlə deməli, Siciliya ilə Afrika arasından keçmək istəsək, Siciliya boğazı, Korsika ilə Sardiniya arasında keçmək istəyirsə, Bonafizzo boğazından keçib getməliyik. Yadda qalarmı? Ən sonunda da istənilən halda Cəbəli Tariq boğazından keçəcəyik. Aha. Bu da bizim Avropa hissəsində olan boğazlarımız. Aha. Sonra. Deməli, sonra bizim burada da bəzi boğazlarımız var Amerika hissəsində. Deməli, burada bizi Florida boğazı qarşılayır ki, Florida yarımadası ilə Kuba adasının arasında yerləşir. Yəni, Florida ilə Kuba arasında bizi Florida boğazı qarşılayır. Sonra Yucatan adası ilə Kuba arasında isə bizi Yucatan boğazı qarşılayır. Yəni, Florida ardınca Yucatanı biz qeyd edəcəyik ki, Yucatan boğazından bu istiqamətdə keçməli olarıq. Sonra gedək biraz da Asiyaya baxaq. Deməli, Asiyada görək nələr qaldı. Asiyaya baxaq. Deməli, bizi Asiya hissəsində gördüyüm bu hissələrdə əsasən körfəzlərdir. Amma biz burada boğazları da qeyd edəcəyik. Bax, indi burada deməli, ardınca biz Polk boğazını qeyd edəcəyik ilk olaraq. Sonra digər boğazlara da eləyəcəyik. Baxmış olacaq. Deməli, Polk boğazı haradadır? Polk boğazı ilk olaraq qeyd edeyim ki, dünyada ən çox çay istehsal edən və keyfiyyətli çay istehsal edən bizim bir dənə məşhur ölkəmiz var ki, bu da Şri-Lankadır. Və Şri-Lanka adası ilə, yəni Şri-Lanka ilə öz adında adada yerləşir. Polk boğazı Hindistan yarımadası ilə, yəni Hindistanla Şri-Lankanı deyə bilərsən, Hindistan yarımadası ilə deməli, Şri-Lanka adasını bir-birindən Polk boğazı ayırır ki, o da Bengal körfəzi ilə Hind okeanını bir-birinə bağlamış olur. Aydın oldu? Aha. Sonra Bengal'da qeyd etdik.
Başka bizim neyimiz kaldı? Qeyd etmediğimiz. Aha. Aha. Deməli, bizim 2 dənə də burada məşhur boğazımız var. Biri bizim bu məşhur Hörmüz boğazıdır ki, gördüyün İranla Oman arasında yerləşir. Bizim İran körfəzi ilə deməli Oman körfəzini bir-birinə bağlayır. İran körfəzi ilə Oman körfəzini bir-birinə bağlayır. Eyni zamanda İranla burada deməli Oman arasında yerləşir və bu hissədə xırda Xark adası var ki, İranın Xark limanı orada yerləşir. Sadəcə məlumat olaraq yadda saxla, gələcək dərslərimizdə öyrənəcəyik. Sonra bizim Babül-Məndəb boğazı var. Babül-Məndəb boğazı da gördüyün bu boğazı Ədən körfəzi ilə Qırmızı dənizi bir-birinə bağlayır Babül-Məndəbdə. Ədən körfəzi ilə Qırmızı dənizi. Deməli, keçən dəfə deyirdim mənə hansı aşağıda, hansı yuxarıdadır, yadımda qalmır. Bax, qeyd edir ki, Babül-Məndəb aşağıdadır. Hələ ki boğazlardan danışırıq. Babül-Məndəb aşağıdadır, Hörmüz yuxarıdadır. Ədən aşağıdadır, Oman yuxarıdadır. Yadda qalar, Oman körfəzi. Və yaxud İran körfəzi yuxarıdadır. Bu da belə. Sonra, başqa baxıram görüm bizdə nə qaldı. Gedək biraz da Şimal Buzlu Okeanının yaxın hissələrə baxaq. Görək bizi burada nələr gözləyir. Deməli, bizi burada Danimarka ilə İslandiyanı bir-birindən ayıran Danimarka boğazı gözləyir ki, bilirsən, niyə görə Danimarkanı dedim? Əslində bu Qrenlandiya adası ilə İslandiyanı bir-birindən ayırır. Bax, görürsən, burada Dan sözü yazılıb. Yəni, Qrenlandiya Danimarkaya məxsus olan bir quru parçası olduğu üçün planetimizin ən böyük adasıdır Qrenlandiya və Qrenlandiya ilə İslandiya adasının arasında Danimarka boğazı deyir, yerləşmiş olur ki, biz də bunu qeyd etməliyik ki, Atlantik və Şimal Buzlu Okeanlarını da Danimarka boğazı bir-birinə bağlayır. Yəni, bu hissədə Şimal Buzlu Okeanı, bu hissədə isə Atlantik Okeanını bir-birinə bağlamış olur. Sonra, biz bu hissədən başqa nəyə qeyd edəcəyik? Deməli, bizim Hudson boğazı var burada. Hudson boğazı deməli hardadır? Hudson boğazı bax gördüyüm bu hissədədir. Hudson boğazı. Hudson boğazı Baffin torpağı ilə, Baffin adası yazılır. Baffin torpağı ilə Labrador yarımadasını bir-birindən ayırır. Hudson boğazı. Baffin torpağı ilə Labrador deməli yarımadasını bir-birindən ayırır. Bəs nəyi birləşdirir? Hudson körfəzi ilə, bax gördüyüm bu hissədəki Hudson körfəzi ilə Atlantik okeanını bir-birindən birləşdirir. Sonra bizim bir də var Baffin və Labrador dənizlərini, yəni bu Baffindən Labradoru bir-birinə birləşdirən bizim burada Davis, bir dənə də bizim Davis boğazımız var ki, Davis boğazı da Baffin körfəzi ilə Labradoru bir-birinə birləşdirir. Aha. Sonra deməli, bizim bayaq burada bir də qeyd edeyim. Bizim burada Siciliya deyə qeyd etdiyimiz bu türklərin xəritəsi olduğu üçün biraz elədir. Bu hissədə Siciliya yox, Tunis boğazı var. Bax, gördüyüm bu Siciliya adlandırdığımız boğaz Tunis boğazıdır. Tunis ilə Siciliya adasının arasında yerləşir. Yəni, biz ona dərslikdə Tunis adı vermişik. Sonra Yukatanı dedik. Yukatanı qeyd elədik, bayaq. Yukatanla Floridanı. Aha. Deməli, Yukatanla da Floridanı qeyd eləmiş. Gəl onda bir neydi? Baxaq görək. Aha, Tayvanı qeyd eləməmişəm. Bir dənə gedək Tayvana. Tayvanı qeyd edeyim. Deməli, bu da bizim Tayvan və Hainan adalarıdır ki, hər ikisinin öz adında boğazla ayrılır. Bir saniyə. Aha, bax gördüyüm bu ada Tayvan adasıdır və Avrasiyadan Tayvan boğazı ilə ayrılır. Bu gördüyün Hainan adasıdır. Bu da Avrasiyadan Hainan boğazı ilə ayrılır. Yadda qalar. Bu Tayvan da ki, Şərqi Çindən Cənubi Çin dənizini bir-birinə bağlayır. Hainan da onun kimidir.
Aynen daha doğrusu belə deyək, Cənubi Çin dənizinin müxtəlif hissələrini bir-birinə bağlayır. Sonra Laperozu dedik. Laperozu qeyd eləmişik ki, Laperozu Hokkaido ilə Sakhalindir. Kerçi dedik, Zonlu dedik, Torresi dedik, Magellanı dedik. Magellanı demədik. Gözlə. Magellanı da deyək. Magellan. Deməli, Magellan boğazı harda yerləşir? Deməli, Magellan boğazı, bax gördüyün bu hissədə Magellan boğazı yerləşir ki, əslində bayaq Drake boğazı dedim. Daha doğrusu buradan səyahətçi Drake keçmişdi. Orada biraz yanlış yol verdik. Bu hissədə Magellan boğazı yerləşir ki, Magellan bu boğazdan keçib, Magellan boğazından. Həmən bu deməli Magellanı burada səfər etdiyi üçün biz ona Cənubi Amerika və odlu torpaq adalarını deməli neyir? Bir-birindən ayırır. Yəni bu hissədə odlu torpaqla deməli Cənubi Amerikanı bir-birindən ayırır, eyni zamanda Sakit və Atlantik okeanlarını da birləşdirir. Drake ilə eyni qüvvəlidir. Yəni Drake odlu torpaqla Antarktidanı ayırırsa, ümumən, yəni Cənubi Amerika ilə Antarktidanı, bu da eyni zamanda Cənubi Amerika ilə odlu torpağı bir-birindən ayırır, amma hər ikisi Sakit və Atlantik okeanları birləşdirmiş olurlar. Hörmüsü dedik, sonra nəyə qaldı? Dardanella dedik, Bosfor dedik, Skagerkanı, Malakkanı, Mozambiki, Kunaşiri, Koreyanı, Tatarı, Beringi, Drake, hamısını dedik. Mən bütün demək olar ki, boğazları biz qeyd etdik. Bir də körfəzləri deyək, ardınca da qısa bir sual cavab edək. Görək nələr yadında qaldı. Ondan sonra biz davam edirik. Körfəzləri deməmişdən əvvəl iki adımdan çıxmamış bir dənə bilməli olduğum çox vaxt abituriyentlərin, istər də müəllimlərin qarışdırdığı bir məsələ var ki, onu qeyd edim. Bir dənə biz yenilənmə verək buna. Yox, biz yenilənmə verə bilməyəcəyik buna. Deməli belə. Görək silgimiz siləcək. Silgimiz görək şəkli silir. Aha, yox, bərbad gündə silir bu. Elə qaldığımız yerdən davam edik. Deməli, ləhvətə olaraq onu qeyd eləyəcək ki, bizim burada bir dənə Hudson körfəzi var ki, bax gördüyüm bu Hudson körfəzi hər zaman qarışdırılır. Yəni Hudson körfəzini Atlantik okeanına aid edənlər də var, Sakit okeana aid edənlər də var. Yadda saxlamaq lazımdır ki, qəti şəkildə Hudson körfəzi nə Atlantikə, nə də Sakitə aid deyil. Hudson körfəzi aiddir Şimal Buzlu okeanına. Aydın oldu? Nə Atlantikə aiddir, nə Sakitə. Bunu qeyd kimi götürə bilərsən. Hudson körfəzi Şimal Buzlu okeanına aiddir. Bu da belə. İndi körfəzlər haqqında danışaq. Sonra dərsimizi öz növbəsində tədricən deməli yekunlaşdıraq. Daha uzun olub, daha yorucu olmasın bizim üçün. Bir də indi körfəzlərə baxaq. Deməli getdik. Başlayaq elə bizim ən nəhəng, ən böyük okeanımız olan Sakit okeanın körfəzləri ilə başlayaq. Deməli Sakit okeanın ilk qeyd edəcəyimiz körfəzi olacaq bizim Alyaska körfəzidir ki, gördüyüm bu Alyaska körfəzi bu hissədə yerləşir. Alyaska yarımadasının cənubunda yerləşir. İsti Alyaska cəryanının təsiri var. Sonra bu hissəyə deməli mülayimin dənizinin də təsirini biz iqlimdə qeyd etmişik və s. və ilə. Bu da bizim Alyaska yarımadası. Sonra Alyaska yarımadasından sonra biz keçəcəyik digər yarımadamız olan Kaliforniya yarımadasına. Kaliforniya yarımadası hansı ölkəyə məxsusdur? Hansı ölkəyə? Biraz möhkəm. Eşitmirəm səsini. Meksikaya, bəli. Kaliforniya yarımadası isə Meksikaya aiddir. Daha sonra burada həmən bu Kaliforniya yarımadasında deməli Kaliforniya yarımadası ilə də Cənubi Amerika arasında Kaliforniya körfəzi yerləşir. Deməli Alyaskaya baxdıq, Kaliforniya körfəzinə baxdıq. Sonra Anadır, Şelixov körfəzlərinə də baxaq. Deməli Anadırla Şelixov körfəzləri də bax bu hissədədir. Avrasiya ilə sərhəddimizdə yerləşir. Bir dənə bu şəkili ümumən görəsən biz sıfırlaya bilərikmi bütün elədiklərimizi? Bir balaca çalışaq silək. Çünki Anadır körfəzini burada göstərməliyəm. Bir saniyə. Bir balaca görək yazdıqlarımızı silə bilirikmi?
Deməli, ümumən silmə eləngə olacaq. Buradan göstərim fərqli rənglə. Bax, Anadır körfəzi bu hissədə yerləşir. Anadır körfəzi. Anadır körfəzini dedim. Sonra hansı qalmışdı? Bir də Şelixov var idi. Şelixov. Deməli, Şelixov körfəzi isə bu bir istiqamətdən göstərəcəm. Deməli, bizim Şelixov körfəzi isə bu hissədə yerləşir. Şelixov körfəzi. Deməli, Şelixov körfəzi də, bax, gördüyüm bu Kamçatka yarımadası ilə Kolima deməli dağlarının arasındadır. Türklərin təbirincə desək, gördüyün bu hissədə yerləşir. Sonra Şelixovu da qeyd elədik. Sonra Siam və Tonkin var. Deməli bizim bu Tonkin körfəzimiz bax bu hissədədir. Bax gördüyün bu Tonkin körfəzi bu Hainan adasının qərbində yerləşir. Bir də bizim bax bu Tayland körfəzi kimi adlandırılan körfəzimiz isə Siam körfəzi adlanır. Ümumən biz bir daha genişdən baxaq. Sakit Okeanın körfəzlərini qeyd etdik ki, bizim bu hissədə Alyaska körfəzi, burada Anadır körfəzi, sonra Alyaska Anadır, bu hissədə Şelixov körfəzi, növbəsi ilə Tonkin körfəzi, bir də Siam körfəzi də bax gördüyümüz bu istiqamətdə yerləşir ki, bunlar hamısı Sakit Okeana məxsus olan, bir də Kaliforniya körfəzini unutduq ki, bax bu hissədə də Kaliforniya körfəzi yerləşir ki, həmən bu Kaliforniya körfəzi də öz növbəsində məxsusdur. Deməli, Sakit Okeanın körfəzləri siyasına. Sonra Atlantik Okeanın körfəzlərinə baxaq. Deməli, Atlantik Okeanın körfəzlərini qeyd edərkən, elə başlayaq bu hissədən. Məsələn, bizim Atlantik Okeanın körfəzlərinə Meksika körfəzi aid olacaq. Ən mühüm, ən böyük körfəzlərindən biri olan Meksika körfəzi Atlantik Okeanın körfəzidir. Sonra burada Newfoundland adası ilə Labrador yarımadasının arasında gördüyüm bu hissədə yerləşir Müqəddəs Lavrendi körfəzi. Ondan cənubda yerləşir Fandi körfəzi. Ondan cənubda yerləşir Men körfəzi. Deməli, Müqəddəs Lavrendi, Fandi, Men. Fandi də bilirsən də 18 metr hündürlüyə malik olan dünyanın ən hündür qabarma prosesinin müşahidə olunduğu körfəzdir. Yəni, ümumən qabarma çəkilmə burada geniş şəkildə özünü göstərməkdədir. Deməli, Müqəddəs Lavrendi, Fandi, bir də Men körfəzləri də bu hissədən qeyd edirik. Daha sonra biz qeyd edəcəyik Biskay körfəzini. Gördüyüm bu hissədə olan bu körfəz Biskay körfəzi adlanır. Deməli, bir saniyə böyüdək. Gördüyüm bu hissədə olan körfəz nə körfəzidir? Biskay körfəzidir. Sonra biz Biskay körfəzindən sonra deməli Botnik körfəzi, qayıdırıq indi bayaqlarım dərsin əvvəlində yanlışlıqla sənə qeyd etdiyim körfəzlərə baxmağa ki, onların da ardıcıllığını bilmək lazımdır. Necə ki, Lavrentini, Fandini, Meni dedik. Deməli, biz qeyd edirik ki, bu hissədə də bizim Baltik dənizində bizi 3 dənə körfəz qarşılayır. Bunlardan biri Botnik körfəzidir. Bax, Botnik körfəzi bu hissədədir. Sonra Fandi körfəzidir. Biraz ondan cənubda və yaxud Finlandiya körfəzi deyirik digər adı ilə. Ondan aşağıda isə Riga. Deməli, öz növbəsində Botnik, Fandi, Riga. Şimaldan cənuba doğru körfəzlər bir-birini bu şəkildə əvəz eləyir. Sonra biz gələk Aralıq dənizində bəzi körfəzlər var. Onlara da baxaq. Deməli, bizim bu hissədə Fransaya məxsus olan Lyon körfəzi bizi qarşılayacaq. Daha sonra biz İskəndərun körfəzini qeyd edəcəyik ki, bu Türkiyənin cənubunda yerləşir. Sonra La Plata və Qvineyanı da qeyd edək. Bunlar da olduqca məşhur körfəzlərdir. Dəfələrlə biz dərslərimizdə bunları qeyd etmişik. Bunları da göstərim sənə. Gördüyün bu La Plata körfəzi bu hissədə yerləşir. La Plata körfəzi və bu hissədə də şimalda bilirsən La Plata ovalığı yerləşir. Qırmızı qara torpaqların olduğu, çöl zonasının olduğu deməli nədir? Hissədir. Buradakı çöl zonası nə adlanır Yaqut? Pampa. Pampa, aferin. Pampa adlanır, doğrudur. Sonra burada da keçirik nəyə? Burada da keçirik Qviney körfəzi deyə adlandırılan Qvineya körfəzi ilə Atlantik Okeanın körfəzlərində başa vurmuş oluruq. Keçək biraz da Hind Okeanın körfəzlərinə baxaq. Deməli, Hind Okeanın körfəzlərini qeyd edərkən, burada biz Bengal körfəzini qeyd edəcəyik ki, bax, gördüyüm bu körfəz Bengal körfəzidir. Sonra biz burada daha sonra
İran körfəzini Bəsrə körfəzi kimi yazılan, bax bu İran körfəzidir, bir də Oman körfəzidir. Deməli biri İrandır, biri Omandır. Bunları bir-birinə bağlayır Hörmüz boğazı. Deməli İran daha deməli içəridədir, daxildədir. Oman isə Ərəbistan dənizi ilə demək olar sərhəd təşkil edir. Sonra Benqal körfəzində dedik. Sonra Hind okeanının burada Avstraliya hissəsində Carpentaria körfəzi var ki, Carpentaria körfəzi Armland və Cape York yarımadalarının arasında yerləşir. Cənub hissədə isə Böyük Avstraliya körfəzini görürük. Daha sonra görək Hind okeanında hansı körfəz qaldı bu deməyəm. Hə, bir də bizim İran Əkəbə ilə Ədən körfəzləri var ki, onları da qeyd edeyim. Deməli, bizim Ədən körfəzi və Əkəbə körfəzləri necə yerləşirlər? Deməli, bu Ədən körfəzidir. Bax, gördüyüm bu körfəz. Bir də Əkəbə körfəzi var. Əkəbə körfəzi, bax, gördüyüm bu kiçik çıxıntı hissəsi Əkəbə körfəzidir. Bu da deməli Hindistan körfəzləri oldu. Sonra bir də bizim var Şimal Buzlu Okeanın körfəzləri öz növbəsində. Digər dənizlərdə olduğu kimi qeyd etdiyim kimi bir daha qeyd edirəm. Hudson körfəzini mütləq şəkildə yadda saxlamaq lazımdır ki, Hudson körfəzi nə Atlantik, nə də Şimal Buzlu Okeanına aiddir. Hudson körfəzi aiddir. Üzr istəyirəm, nə Atlantik, nə Sakit Okeanına aiddir. Hudson körfəzi aiddir Şimal Buzlu Okeanına. Sonra biz burada deməli Butcher körfəzini qeyd edəcəyik. Hudson körfəzinin şimalında. Sonra bizim Kandalakş körfəzi var. Kandalakş körfəzi, bax gördüyüm bu hissədə yerləşir. Kandalakş körfəzi deməli Ağdəniz sahillərindədir. Sonra Ob qubası var öz növbəsində. Bax, Ob qubası dünyanın ən böyük estuarisidir. Bax bu hissə. Ob çayının estuarisi. Ob qubası var. Bu da Yenisey qubasıdır. Coğrafi ədəbiyyatlarda biz bunları quba kimi keçirik. Bir də Pechora qubasıdır. Deməli ardıcıl olaraq Pechoradır, Obdur. Ən sonunda isə Yenisey qubası bizi qarşılayır. Bunlar estuaridir. Biz bunlara nə deyirik? Quba deyirik. Yəni, bu gördüyün nəhəng çıxıntı, estuari şəkildə gördüyümüz relief forması. Ümumi şəkildə bugünkü dərsimizdə biz boğazları və deməli, körfəzləri keçdik. İndi mən təsviri çalışacağım ki, buradan qaldıram. Bir də saniyə. Təsviri silə bilsəm əla olacaq. Deyəsən silə bilmədik. Aha. Bir də saniyə. Mən bu yenidən başladım bunu.